Salam. Mən bugün Dövlət İmtahan Mərkəzinin 16 mart 2025-ci il tarixində təşkil etdiyi sınağın izahını təqdim etməyə çalışacağam. 61-ci sualda deyir, təqdim olunma formasına görə modellərin növlərini müəyyən edin. Təqdim olunma formasına görə model iki hissəyə bölünürdü. Maddi və informasiya modeli. Burada siz belə deyim də, D variantı ilə qarışdıra bilərsiniz. Statik və dinamiklə. Burada statik və dinamik zaman amilinə görədir. 62-ci suala baxsaq, diqqət yetirsək, 62-ci sualda deyir, tələbələr və onların yazıldığı fənlər haqqında verilənlər bazasının əlaqələndirilmiş cədvəllərindən fraqment verilmişdir. Cədvələ əsasən informatika fənninə 2-ci kursun neçə tələbəsi yazıldığını təyin edin. İndi baxırıq, nə olmalıdır? İnformatika fənninə aid olan, bax, budur, bir də baxın budur. Düzdür? İndi baxırıq, bunlardan hansı 2-ci kurs tələbəsidir? Bu 2-ci kurs tələbəsidir. Sonra 112 3-cü kurs tələbəsidir. Bu 3-cü kursdur. 113 bu 2-ci kurs tələbəsidir. 115 3-cü kurs tələbəsidir. 114 2-ci kurs tələbəsidir. Neçə dənə uşağımız oldu? 2-ci kurs tələbəsinin yazıldığını təyin edin. Deyirik 3 dənə. Yəqin ki, çox güman ki, D bəndidir. Sonra HTML haqqında yanlış mülahizəni müəyyən edin. Deyir, şəklə səhv istinad olunarsa, ekranda alt atributunun daxilində yazılan mətn əks olunur. Bəli, bu doğrudur. Nişanlanmış siyahını formalaşdırmaq üçün ol teqlərindən istifadə olunur. Nişanlanmış siyahı ol yox da ul teqindən formalaşır. Ona görə B variantı səhvdir. Fonun rəngini background color atributu vasitəsilə verilir. Doğrudur. Web brauzerdə başlıq zolağındakı ad hissəsini title teqi vasitəsilə təyin olunur. Bəli, bu da doğrudur. Cədvəlin sərhəddini border atributu ilə çəkilir. Bəli, bu da doğrudur. Deməli, yanlış variant hansıdır? B bəndidir. Deyirik, 32 simvollu əlifba ilə kodlaşdırılmış 16 simvoldan ibarət məlumat 1024 simvollu əlifbaya çevrilərsə, bu zaman məlumatdakı simvolların sayı necə dəyişir? Biz nə demişik? Demişik ki, ümumiyyətcə simvol sayı dəyişməz olaraq qalır. Niyə bu sözü deyirik? Deyirik ki, bax, tutaq ki, mənim adım Nigardır. Düzdür? Nigarı 32 simvollu əlifbada həcmi dəyişə bilər. Nigarda iştirak edən hərf sayı 5 olduğu üçün elə 5 olaraq da qalır. Bunu 32 simvolluq əlifbada ifadə etsək, yenə 5 simvoldan ibarətdir Nigar hərfi. Və yaxud da 1024 simvollu əlifbada izah etsək, yenə də 5 simvol olaraq qalır. Ona görə nə deyirik? Deyirik ki, bu nədir? Dəyişməz olaraq qalır. Eyni proses kitabın səhifələri anlayışına da daxildir ki, səhifələrdə səhv etmirəmsə, arxivləşdirmə zamanı dəyişməz olaraq qalır, səhifə sayı olaraq. İndi gəldik 65-ci suala. 65-ci sualda Python dilində yazılmış proqramın icrası zamanı klaviaturadan uyğun olaraq 5 və 3 ədədləri daxil edilərsə, nəticəni müəyyən edin. Gəlirik, biz nə demişik? Div alt proqram deməkdir. Yəni, altdan müraciət deməkdir. Alt proqramda baxırıq, üst hissədən yox, çox zaman alt hissədən müraciət edirik. Yəni, belə onun fərqi yoxdur. Amma yenə də, ilk baxış olaraq altdan verilənləri daxil olunur. Burada ilk olaraq, yəni A-ya 5, B-yə 3 qiyməti daxil olunmuşdur. Gəlirik, burada funksiyam nədir? C, 5 və 3. Baxıram, funksiyam hansıdır? Burada 2 div iştirak edir. Hansı mənə lazımdır? Deyirəm ki, C funksiyası. Gəlirəm burada. C, 5 və 3-ü götürürəm. Düşürəm aşağı. Deyirəm burada A bərabərdir F-də 5 və 3-ü götürdüm. Funksiyam özünə qiymət almayıncaya qədər növbəti sətrə keçə bilmir. Buradan götürdük, hara getdik? F, A, B-nin qapısına. Burada 5 və 3-ü götürürəm. Burada A formal dəyişən 5 və 3, A və B formal dəyişən 5 və 3 isə faktiki dəyişəndir. Yəni, faktiki dəyişən formal qiyməti öz qiymətini ötürə bilir. Onda deyirəm ki,
Burada A-nın qiyməti nə oldu? 5. 5-in kvadratı deyirik 25. 25-i də 25-ə böldükdə neçə gəlir? 25-i 25-ə böldükdə deyirik 1. Buradan alırıq 25 vuraq 1, bu da elədi 25. Qarşısında return olduğu üçün 5 3 funksiyaya nəyi mənimsətdi? Deyirik 25-i mənimsətdi. Gəlirik burada aldımmı 25, sonra gəlirik digər. Eyni situasiyanı bax buradan silindi funksiyamdan. İndi gəlirik burada. A-nın qiyməti yeni. Buradakı qiymətini unutdu. Yeni, bax, burada yeni qiymət aldısa, növbəti sətrə düşdüsə, deməli, A üzərinə 25-i götürdü. Deməli, F 25 və neçə deyirik? B olaraq isə 3-ü götürürəm. Çox insan elə bilir ki, bax, bu funksiyanın tərkibində olan B-ni götürürük. Xeyr, bu sadəcə 5 3 funksiyası üçün orada B qiyməti 1-i alır. Amma bura üçün isə burada C-A-B-də nədirsə onu götürür. Götürürük, getdik bura. Yenə 25 və 3. 25-in kvadratı deyirik 625. 625-ə böldükdə 625-ə böldükdə alınır 1. Yenə eyni 625-i 1-ə vuranda 625. Gəldi, bu funksiyamın qiyməti nəyə bərabər oldu? 625-ə. 625-ə. Sonra gəlirik, returnun qarşısına baxıram ki, funksiyam nə qiyməti alır? 625 üstə gələk 25 və yaxud da 25 üstə gələk 625. Bu da nə edir? 650 B bəndi. Gəldik 66-cı suala. Deyir, web səhifəyə siyahı əlavə etmək üçün HTML kod yazılıb. Kodun icrasından sonra alınacaq siyahı haqqında fikirlərdən hansı doğrudur? Burada 66-cı sualda mən əgər bunu belə deyim, normal yazı formasına çevirərəmsə, bu teqlərdən, yəni HTML-də yazılan koddur. Ol nə dedik? Ol dedik ki, nömrələnmiş siyahıya aiddir. Tutaq ki, birincini bu likləri 1 kimi götürsəm, nömrələnmə deyirsə, strong nədir? Qalın yazır. Yəni, bax, Bakı sözü, bax belə, qalın şriftlə yazılır. Bakı. Tutaq. İkinciyə kursivlə Gəncə yazıldı, əyri. Üçüncüyə Göygöl, göl. 6 underlined, 6 xətli. Dördüncüyə isə Sumqayıt yenə qalınla yazılır. Sumqayıt. Yəni, siz bilin ki, burada qalın yazı formasıdır. İndi gəlib oxuyuruq. Bax, buna uyğun olaraq biz tapırıq. Nömrələnmiş siyahıdır, doğrudur və sonuncu element kursivləndir. Xeyr, sonuncu element qalınlandır. Ona görə yanlış. Nişanlanmış siyahıdır. Nişanlanmış deyil, nömrələnmiş siyahıdır. Nömrələnmiş siyahıdır və birinci elementi qalın şriftlə yazılır. Doğrudur. Bəndi deyirəm, doğru. Nişanlanmış siyahıdır deyirik, nömrələnmişdir. Təyin etmə siyahısıdır. Xeyr, təyin etmə siyahısı deyil. Nə dedik? Dedik, nömrələnmiş siyahıdır. Ona görə doğru variant C bəndidir. İndi gəldik 67-ci sualımıza baxalım. 67-ci sualda baxırıq. Deyir, 16-lıq say sistemindən keçirirsə, 16-lıq say sistemi bir buradakı rəqəmlərə baxırıq. Çünki 16-lıq say sistemində 9-dan sonra A, B, C, D rəqəmləri fərqli olduğu üçün o hissəyə diqqətli baxırıq ki, yəni bu rəqəmin açıq yazılış formasından normal yazılış formasına, yəni ədəd formasına saldıqda hansı struktur olur? Bir də qarşısındakı, bax, bu 16-nın qüvvətlərinə baxıram. 2, 1, 0 normaldır, arada heç bir buraxılma yoxdur. O 10-16-lıq say sistemində A-nı ifadə edir, 11 16-lıq say sistemində B-ni ifadə edir, 1 isə olduğu kimi 1 ifadə edir. Burada nə olduğu yerləndi. Sonra gəlirik 67-ni izah etdik, 68-ci sualı. 68-ci sualda necədir? Deyir, A dəyişəninin daxil edilən ixtiyari natural qiymətində aşağıdakı verilmiş PS funksiyasının PA-nı hesablayaraq qiymətini hesablamaq üçün blok sxem qurduqda şərt blokundan ən azı neçə dəfə istifadə olunur?
Gəlirik burada. Baxın, indi buradan mən özüm yazmışdım, bayaqların üzərində işləmişdim. Deyirəm ki, is A funksiyası üçün mən neçə şərt qoya bilirəm? Biz dedik ədəd oxu çəkirik. Bax, burada nə deyir? Deyir A və A-ların qiyməti 14 və 15 arasındadır. Düzdür, deyirəm ki, 15-dən böyükdür və 15 də daxildir. Buradan götürürük. Sonra deyirəm ki, 14-ün bərabər olan halı, bir də 14-ün kiçik olan halı. Burada natural ədəd dediyi üçün 14 ilə 15-in arasında heç bir rəqəm iştirak etmədiyi üçün biz nə deyirik? Bütün ədəd oxu dolduqda şərtdən bir əksik. Yəni 3 şərtdir, 3-dən bir əksik, 2 dənə burada. Digərində. İndi P is funksiyası üçün yazaramsa, yenə burada nə edirəm? Sıfırdan kiçik hal, sonra deyirəm sıfırın bərabər və sıfırın böyük halı nəzərə alındı. Düzdürmü? Deyirik şərtimiz nədir? 2, şərtdən 1 əksik. Oldu nə? 1. İkisinin birgə cəmi 2 dənə elədi? 3 dənə, yəni dirləndi. Sonra gəldik 69-cu suala diqqətlə baxalım. 69-cu sualda nədir? Deyir, cədvəldə sorğular və bu sorğuların nəticəsində axtarış serverinin internetdə tapdığı səhifələrin sayı göstərilib. Azərbaycan and Respublika sorğusu nəticəsində tapılan səhifələrin sayını müəyyən edin. Biz burada 3 diaqram çəkirəm, yəni 3 Venn diaqramı çəkirəm. Burada yazıram bura Azərbaycan, Bakı və hansı Respublika. Və gəlirəm, burada rəqəmimi dəyişdirirəm. Birinci hər zaman üçünün kəsişməsini yazırıq. Bizim üçün daha rahat olsun, yəni ən azı mən belə edirəm. Azərbaycan, Bakı, Respublika. Bu üçünün kəsişdiyi nöqtə haradır? Baxın, bax bu hissədir. Bu üçünün kəsişdiyi hissə. Bu neçədir? Deyirik ki, 5. Sonra and haradır? Deyirik, baxırıq. Məndən soruşur Azərbaycan and Respublika. Deməli, bura bilirik ki, nağdı x-dır. Düzdürmü? Sonra nə yazırıq buradan? Sonra gəlib deyirəm ki, Bakı and Respublika varmı? Bəli, burada var. Bax, bu Bakı and Respublika bütövlükdədir. Düzdür, bu hissəsi. Bunun bütövlükdə 30-sa, 5-i burada, 25-i də buradadır. Düzdür. Sonra başqa mənə kömək edəcək ki, nüans hansıdır? Səhv etmirəmsə, bu sual olduğu kimi toplumun sualıdır. Səhv etmirəmsə. Azərbaycan or Bakı. Azərbaycan or Bakı hansı hissədir? Azərbaycan or Bakının kəsişdiyi hissə. Deyirəm, Azərbaycan or Bakının kəsişdiyi hissə, bax, ümumilikdə bu hissədir. Düzdür, bu hissədir. Və burada neçədir? 110-dur. Deməli, mən burada Azərbaycan or Bakı or Respublika dedikdə bu üçünün birləşməsidir. Üçünün birləşməsi 165-dirsə, 165-dən 110-u çıxdıqda neçə qalır buradan? Buradan qalır, səhv etmirəmsə, 55. İndi gəlirik. Bax, buranı 55 götürə bilərəm, götürə bilərəm. Gətirib ümumilikdə yazdıqda x tək bir dənə respublikamız nədir? Respublikamız isə 100-ə bərabərdir. X plus 5 üstə gəl 25 plus 55 bərabər eləyirik 100-ə. Bunun cəmi 70, 80, 85. X plus 85 bərabərdir 100. X də bərabərdir 15. Deməli, bu x-ım 15-dirsə, bütövü mənə nəyi verir? Bax, bütöv. 15 burada, 5 burada. Bütövü mənə 20-ni verir. Yebəndi. İndi gəldik 70-ci sualımıza baxalım. Diskdə deyir 11 kilobaytlıq səs faylı və 9 kilobaytlıq qrafik fayl olarsa, bu fayllar neçə klasserdə yerləşir və faylların yaddaşda birlikdə tutduğu yer neçə kilobayt olar? Mən hər zaman biraz klasser məsələlərində abituriyentlər çətinlik çəkdiyi üçün hər dəfə mən onların klasser ölçüsünü belə deyim, bir qutu şəklində təsəvvürlərini elətdirirəm ki, yəni bax, bu 11 kilobaytlıq məlumatdır, düzdürmü? Bunu 4 ayıranda
Bax belə 4-4 ayırdıqda, baxın 4 kilobayt burada, 4 kilobayt burada, və 4 kilobayt buradadır. Düzdür? 11-in 4 kilobaytını bura qoydum. Yerdə neçə qaldı 11-dən 4 çıxanda? 11-dən 4 çıxanda 7. 7-nin 4 kilobaytını bura qoydum. Əlimdə nə qaldı? 3 kilobayt. 3 kilobayt da burada. Neçə klasser getdi? Klasserin qaydası nə idi? Deyirdik ki, klasser bir faylın bütövlükdə hissəsi və yaxud da onun müəyyən bir hissəsini özündə saxlayan yaddaş hissəsidir. Düzdür? Gəldi indi burdan deyirəm ki, 4, 4, 3. Amma kompüter bunun nə görür? İçindəkiləri yox, bax üstündə duranlarını görür. Yəni 12. Deməli 11 kilobaytmı 12 kilobayt kimi görür və klasser olaraq 3 klasseri götürür özündə. Və yaxud mən uşaqlara belə də deyirəm, 11 kilobaytı 4 kilobaytın bölünə bildiyi ən yaxın ədədə gətirin. Yəni 12. 12-ni 4-ə böləndə 3 klasser. Klasser olaraq 3, yaddaşda tutduğu həcm olaraq isə 12 kilobayt yer tutur. 9 kilobayt da eyni qaydadadır. Yenə 9-u da 4-ün ən yaxın bölənlə eyni bu strukturdadır. Böldükdə bu təqribi gəlir 12 kilobayta. Düzdür? Və neçə klasserimi tutur? 3. Deməli, yaddaşda 12, 12, 24 kilobayt yer tutur. Klasser olaraq 3 klasser, 3 klasser, klasser olaraq da 6 klasser yeri əhatə edir. Bu da oldu Bakı bəndi. Sonra deyirik 71-ci suala baxaq. 71-ci suala baxdıqda nə deyir? Deyir Azərbaycan Respublikası, Azərbaycan əlifbasının, kompüterdə Azərbaycan əlifbasının 32 böyük hərf və kiçik hərfləri ilə yanaşı onluq say sistemlərini. Yəni əlifbamız, biz nə demişik? Əlifbanın gücü n-ləndir, böyük n-ləndir. Onda n-imdə nə var? 32 hərf böyük, 32 hərf kiçik, plus onluq say sisteminin rəqəmləri. Bunlar nə elədi? Deməli, elədi 74. Ümumiyyətcə 74 simvolu maksimum hansı əlifbada, yəni minimum, maksimum deməyim, minimum hansı əlifbada kodlaşdıra bilirəm? Deyirəm ki, minimum bunu 128 simvolluq əlifbada kodlaşdıra bilirəm. 64-ü keçib, nəyin içindədir? 128 ilə 64 aralığındadır. Deməli, buradan bu 128 maksimum, minimum, yəni burada 128 simvol iştirak edə bilər. Bunun 74 istifadə olunubsa, yerdə mənə neçəsi qaldı? 54 simvol. O da nə? Deməli, burada 54, bu əlifbada 54 simvoldan istifadə edilməmiş kod olar. Gəldik 72-ci sual. 72-ci sualda nə deyir? Keş yaddaş. Keş yaddaş nədir? Dedik ki, keş yaddaş aralıq yaddaşda gedir, yəni əməliyyat sistemi ilə ümumilikdə danışsam, deyirəm ki, əməliyyat sistemi ilə mikroprosesor arasında olan yaddaşdır. Deyirik ki, əməli yaddaşa müraciəti, daha doğrusu əməli yaddaşa müraciəti sürətləndirmək üçün istifadə olunur. Yəni bu nə deməkdir? Yəni tutaq ki, proqramı siz ilk dəfə açan zaman, düzdür, ilk dəfə açdığımız zaman görürük ki, 1-2 dəqiqəyə tutaq ki, ilk dəfə proqram açılırsa 1-2 dəqiqə vaxtı gedir. Çünki niyə? Mikroprosesorda orada proqramın emalı gedir. Və həmin proqramı ta ki lazım olmadı, işimi bitirdim, yəni çıxdım, amma kompüteri söndürmədim. Başqa bir proqramlara girdim, yenidən bir də həmin proqrama müraciət elədim. Müraciət eləyən zaman görürsünüz ki, vuran kimi anında proqram açılır. Səbəb niyədir? Çünki həmin proqram mikroprosesor tərəfindən emal olunub keş yaddaşa ötürüldüyü üçün keş yaddaşın yaddaşında var. Ona görə daha bir də mikroprosesorun emalını gözləmir, gedir keş yaddaşdan götürür, tez bizim istifadəçinin qarşısına gətirir. İndi deyirik, keş yaddaş nə idi? Daxili yaddaşdır. Bəli, bu doğrudur. Sonra xarici yaddaş deyirik, xeyr. Xarici yaddaşlar sinfinə daxil deyil. Prosesorun verilənlərə müraciəti zamanı gecikmələrin təsirini azaldır. Bəli, doğrudur. Prosesor yorulmadığı üçün, yenə deyirəm,
Biri var bir proqramı 2 dəfə açır, biri var 1 dəfə açır. Prosesor yorulmadığı üçün neynir? Belə deyim də, burada müraciəti azaldır. Sonra deyirik ki, informasiyanı uzun müddət yaddaşda saxlayır. Xeyr, müvəqqəti yaddaşdır. Sürəti 1 saniyədəki kadrların sayı ilə ölçülür. Xeyr. Bu kadr anlayışı video informasiyada olur. Bu da nə oldu? 1-3 nə bəndi? Y bəndi. Y bəndi. Sonra gəldik buradan. Götürəndə burada deyir ki, bu məntəqələri birləşdirən yolların sxemi verilmişdir. Hər bir yolla yalnız oxla göstərilən istiqamətdə hərəkət etmək olar. A məntəqəsindən K məntəqəsinə neçə müxtəlif yolla getmək olar? İndi baxırıq, buradan heç bir mənə belə deyim qadağı qoyulmayıb. A-dan çıxan yolların sayı nədir? Deyirik 1-1 yazırıq. Zəhmət olmasa qırmızı götürüm. Aha, deyirik ki 1, 1 və 1. B-yə bir ox daxil olubsa, bir ox da xaric olur. Eyni zamanda bir ox da buradadır. Düzdür? Gəldim indi C-yə daxil olan oxların qiymətlərini tapmışam. Hərəsi bir qiymətli. C-dən çıxaraq nə gəlir? Cəmləyənir çıxır bu oxların qiymətlərini. 2-2 xaric olundu. Sonra R təpəsinə 1, 1, 2 ümumilikdə R-dən xaric olur. Neçə ox? 4 dənə ox. 4 qiymətli oxlar xaric olur. Sonra gəlirəm F-ə 4 burada, 2 burada. Birgə 6 qiymətli oxlar xaric olur. Sonra gəlirəm N-i tapanda 5, 5 qiymətli ox buradadır, bir də buradadır. N-dən xaric olan, N-dən 2 ox xaric olur. İndi M-dən xaric olanlara 6 burada, 5 burada. Ümumilikdə 11 ox. Sonra gəlirəm 5 burada, 6 burada, burada isə 11 ox. Birgə bunların cəmi 11 plus 11 plus 4. Bu da neçə elədi? 22 üstə gələk 4. Bu da elədi 26 C bəndi. Sonra gəlirik 74-cü suala baxırıq. 74-cü sualda nədir? 516 səhifəlik sənədin ilk 2 və son 2 səhifəsində 15 kilobayt həcmə malik qrafik təsvir var. Qalan səhifələrin hər birində 32 sətr və hər sətrində orta hesabla 40 simvol var. Mətn 128 simvollu əlifba ilə kodlaşdırılarsa bu sənədin ümumi informasiya həcmi neçə kilobayt olar? Burada deyirik ki, biz nə demişik? Bir sənəddə, bir vərəqdə həm şəkil, eyni zamanda mətn varsa şəkili ayrı hesablayır, mətni ayrı hesablayır, yekunda bu alınan həcmləri toplayırıq. İndi mənə demir, bütün səhifələrində demir. Deyir 516-nın ilk 2 və son 2 səhifəsində. Deməli, bu neçə səhifə elədir? 4 səhifə. Və hər bir səhifəsində 15 kilobaytlıq məlumat varsa, bu elədir 60 kilobaytlıq məlumat. Düzdür? Yerdə qalan 516-nın 4-ü buradadırsa, yerdə neçəsi qaldı? 512, yəni 209. Vururam. Dedik kitab məsələlərində, yəni V kitabda necə olur? Səhifə vuraq, sətir, hər zaman böyükdən kiçiyə gedin. Səhifə vuraq, sətir vuraq, simvol vuraq, bir simvolun həcmi düsturundan istifadə olunur. Deyirik ki, səhifəm 2 üstü 9, vururam 2 üstü 5-ə, onu vururam 40 simvola, vururam hansı bir simvolumun həcmi nə qədərdir? Deyirik 128 simvollu əlifbada. Deməli, bax simvol sözü ilə simvollu əlifba sözünü qarışdırmayın. Desək ki, 128 simvol, məntiqlə tutaq, 40 simvol da var, bir də 128 simvol var. Yox, qarşısında əlifba varsa, bu zaman deməli bu böyük eni ifadə edir. Bu da nədir? 7 bit. Mənim informasiyam bütövlükdə bitə vurdumsa, bitə çevrildi, bəli. Nəyə bölürəm? 213-ə. Bununla bunu aparan zaman yuxarıda qalır 2 üstü 2, 2 üstü 1. 2 vuraq 4, vuraq 7. 2 üstü 14, bölək 2 üstü 13. Bəli. Buradan qaldı neçə? 80. 80-i vuranda 7-yə, bu da eləyir 560. 60 da buradadır. İkisinin birgə cəmi demişəm. Nə eləyir? 620. O da nə bəndi? Y bəndi.
Sonra gəldik 75-ci sual. 75-ci sualda birinci verilənin tipinə diqqət yetirmək lazımdır. Verilənin tipi nədir? A, B və C-nin tipi nədir? Input, yəni sətr tipdədir. Bir də printə, çıxışa diqqət yetirmək lazımdır. Məntiqi ifadə kimi bir baxın buna. A plus B, burada C nədir? Baxın, deyir ki, mənə bax buradan 256 çıxsın. Düzdür? Deməli, sətr deyəndə, sətirləri topladıqda nə edirik? Deyirik, bütün sətirlər bir dırnaq içərisində birləşdirilir. Deməli, C-ni 2, A-nı 5, B-ni isə 6 çıxardıq. Sıra ilə əgər əlavə olunanda burada A nədir? 5, B nədir? B burada 6, C isə 2 qiymətidir. O da nə? 5, 6 və 2 C bəndi. Sonra gəldik 76-cı suala baxalım. 76-cı sualda necədir? Deyir, elektron cədvəldə radius və hündürlüyü verilmiş konusun həcminin hesablanması düsturu D2 xanasına necə yazılmalıdır ki, həmin düstur D3, D4, D5 xanalarına köçürüldükdə radiusu və hündürlüyü verilmiş digər konusların həcmləri düzgün hesablansın. Konusun həcmi nədir? V bərabərdir 3/1 pi r kvadratı. Düzdür? İndi gəlirəm burada nə deyir? İndi mənim nəyə nəzərən tapıram? Mən V-yə nəzərən tapıram. İndi pi nədir? Pi-min qiyməti harda qeyd olunub? Bax burada. Mən sütun üzrə hərəkət etdiyim üçün sütunlarıma, belə deyim də, dollar işarəsinin yazmağa ehtiyac yoxdur. Sütun üzrə hərəkət etdikdə. Əsas odur ki, sətr üzrə. Yəni mən burada A-nı belə deyim, yəni dollar A dollar 2 yazsam da eyni bir məlumatdır. Yəni getdikcə dollar, belə deyim də, A onsuz da dəyişməyərək qalır. Düzdürmü? Dollar A2 vuraq, belə yaza bilərəm. Sonra vuraq, bu oldu pi-nin qiyməti. Sonra gəlirəm, r-im hansıdır? R-im bax budur. Amma r sərbəst olmalıdır ki, hər dəfə öz qiymətini, yəni növbəti bax burada, tutaq ki, B2, düşsün aşağı B3, düşsün aşağı B4, B5, belə götürə bilsin. B2 vuraq, B2. Onu da vururam. Nəyə? Deyirəm ki, baxıram H-ım da dəyişən olmalıdır. Buradan onda deyirəm C2, yəni növbətiyə düşdükcə öz qiymətini götürə bilsin, bölək 3-ə. Orada nə elədik? Buradan, bax elə B bəndindən baxın, bu getdi. Sonra burada, bax A bəndi nə olur olsun, sətrim mənim qıfıllanmalıdır. Bu getdi. Burada B-nin sayı da 1 olduğu üçün bu da getdi. Yerdə nə qaldı? D bəndi. Sonra gəlirik bu sualımıza baxalım. Bir Python dilində yazılmış proqram nəyi təyin edir? Baxıram, burada nədir? Məlum məsələdir. 3 rəqəmlilərdən götürür, düzdür? İndi biz burada bütün 3 rəqəmləri yoxlaya bilmərik. Bir dənə 3 rəqəmli bir ədəd götürək. Misal üçün, götürürəm 132. Gəlirəm, bax burada A nədir? Birinci rəqəmi, B ikinci rəqəmi, C isə üçüncü rəqəmi. Yəni, belə bir şey götürür. Dəqiqə. Baxın, A 2-ni üzərinə götürdü, B 3-ü üzərinə götürdü. B 3 üzərinə götürdü. C isə nəyi? 1 üzərinə götürdü. Və gəlib müqayisə edirəm. A nədir? 2 böyükdür 3-dən və 2 böyükdür 1-dən. Düzdür? Deyirəm ki, 2 3-dən böyük deyil deyə və də hər iki tərəf doğru olduğu halda if-in tərkibinə düşürəm. Əks halda düşə bilmirəm. Düşdük növbəti sətrə və gəlirəm burada var. Deyirəm ki, B nədədir? 3. 3 böyükdür 2-dən və deyirəm ki, 3 böyükdürmü
3 böyükdür 1-dən, A2, A yox, 3 böyükdür C-dən, C 1-dir. Burada hər ikisi ödədiyi üçün mənə nə deyir? Deyir, print nəyi çap elə? Print B-ni çap elə. Yəni, neçəni? 3-ü çap elə. İndi bir dənə də belə bir hal götürək. Yəni, buna nəzərən görünür ki, böyük çıxdı burada. Burada bax, 1, 3, 2 verdim, amma böyük çıxdı. İndi bir dənə də belə bir şey verək. Bir dənə də tutaq ki, 221 verək. Belə bir şey verək. Gəlirəm, yenə burada nədir? A oldu 1, B oldu 2, C oldu 2. Gəlib buradan deyirəm ki, 1 böyükdürmü 2-dən və 1 böyükdürmü 2-dən? Deyirəm, yox. Düşürəm aşağı, gəlib deyirəm, 2 böyükdürmü 1-dən? Hə və 2 böyükdürmü 2-dən? Deyirəm, yox. Düzdür? Və mənə nəyi çap elədi? Print C-ni. Deməli, burada nə verir? Burada 3 rəqəmli ədədin, 3 rəqəmli ədəddə ən böyük rəqəmlərinin çapı çıxartdı. Yəni, A bəndi. Sonra 78-ci sual. Aha, 78-ci sualın izahına bir dənə baxalım yenidən. İndi gəlirik. Mənə nə deyir? Bax, elektron cədvəl fraqmenti verilmişdir. A1 xanasında hansı tam ədəd yazılmalıdır ki, A2, C2 diapazonunun xanalarının qiymətlərini əsasında qurulan diaqram verilən şəklə uyğun olsun. Məlumdur ki, nəzərdən keçirilən diapazonda bütün xanaların qiyməti mənfi deyil. İndi mənə deyir ki, baxın, diaqramım, bax buna, bu sətrə nəzərən yaradılmışdır. Düzdür? Mən də bilirəm ki, mənim diaqramım saat əqrəb istiqamətində irəliləyir. Bu oldu A2, bu oldu B2, bu oldu C2. İndi 30-30-dursa, deməli bu ikisi bir-birinə bərabərdir, düzdürmü? Onda götürürəm B2 ilə C2-ni bir-birinə bərabər eləyirəm. Bu eləyir 5, x plus 5 bölək 5 bərabərdir. Deyirəm ki, x plus 1 vuraq, x minus 4. X minus 4. Mən indi buradan vurub bunu açsam, x-in kvadratı çıx 4x də gələk x minus 4. İndi hər tərəfdən buradan 5-ə vurub məxrəci azad eləsəm, 5x plus 5 bərabərdir. Buna bərabərdir. Düzdür? Bax, bu ifadəni 5-ə vurmalıyam. O zaman 5x-in kvadratı çıx 20x də gələk 5x çıx 20. Düzdür? Mən bunların yerini dəyişə bilərəm. İcazə var. Bir də buradan 5-i ortaq vuruq kimi çıxarsam, x plus 1 bərabərdir. Buradan da bunun yerini dəyişib, buradan istəyirəm 5x-i ortaq vuruq kimi çıxardım. X minus, biraz aydın olmayan anlar üçün istəyirəm biraz açıq yazım ki, sizə tam aydın olsun. Yəni, mən nə demək istədiyimi, fikrimi tam dəqiqliklə çatdırım. Buradan yaxşı 5x plus 1 bərabərdir. 5x, x plus 1 çıx. Buradan 20-ni çıxardaramsa x minus 1. Düzdürmü? Burada da plusdursa, yəni mötərizə onsuz da bunu plus edir. Düzdür? Hər tərəfi x plus 1-ə vurmaqla azad edə bilərəm. Bilərəm. Bu getdi. Burada qaldı 5x minus 20 bərabərdir 5-ə. 5x bərabərdir 25, x də bərabərdir 5. Deməli, bu nəyə bərabərdir? X 5-ə nədirsə odur. Hansı cavabdırsa odur. Sonra 79-cu sual. 79-cu sualı. Balacalandıraq ki, bizə lazım olacaq hissəni görə bilim. Baxın burada.
Nə deyir mənə? Deyir, verilənlər bazasında cədvəl 1 və cədvəl 2 adlı əlaqələndirilmiş 2 cədvəl verilmişdir. Cədvəl 2-nin hər bir sətrində övlad və onun valideynlərindən biri haqqında informasiya mövcuddur. İnformasiya cədvəl 1-in uyğun sətrində ID sahəsinin qiyməti ilə təyin olunmuşdur. Cədvəllərdə bax deyir, informasiya cədvəl 1-in uyğun sətrində ID sahəsinin qiymətləri ilə təyin olunmuşdur. Cədvəllərdə olan verilənlərə əsasən Əlizadə əminin yəni baxıram, mənə deməli bax bu kod lazımdır. Əlizadə əmi oğullarının və oğlan nəvələrinin saylarının cəmini müəyyən edin. Oğullarının və oğlan nəvələrinin sayını istəyir məndən. Düzdür? İndi gəlirəm, baxıram ki, baxın 44, 42 hardadır? 44, 42 buradadır. Düzdür? Baxıram ki, 44, 42, baxın buradadır. Deməli, 22, 51, bir də 33, 42. Gəlirəm burada, 22, 51, burada bir dənə 33, 42, bir də 33, 42. İndi gəlin bunlara baxaq. Nə istəyir məndən? Gəlirik, 22, 62. Baxaq görəyin kişidir, 22, 62. Bəli, bu kişidir. Kişilərin qabağına plus qoyaq ki, biz bilək. Sonra deyirəm 22, 51-də burada 55, 42. 55, 42 qadındır. Qadın olanlara çıxaq qoyuram. Sonra gəldik 33, 51. 33, 51 də qadındır. Sonra 44, 62. 44, 62. Əlizadə əmin oğlanlarının və oğlan nəvələrinin sayı. Deməli, burada 44, 62, mən 44, 42 ilə səhv saldım, üzr istəyirəm. 44, 62, burada kişidir, bu kişidir, lap yaxşı. İndi bir dənə baxaq görəyim. 44, 42, 44, 42 özüdür, 44, 42 özüdür. 22, 51, bu nə kimdir? Bu da kişidir, 22, 51. Bir də 33, 42, 33, 42 qadındır. Bu kişidir, bu isə qadındır. Ümumilikdə neçə dənə oldu? Kişilərin sayı 1, 2, 3. O da cəbəndən uyğundur. Sonra gəldik 80-ci suala baxaq. Ümidvaram aydındır. Sonra 80-ci sualımıza baxaq. 80-ci sualda biraz diqqətli olun. Diqqət edək. Deyir M9, 90. Deyirəm, 90 böyükdür 0-dan. Deyirəm, hə. Onda M bərabərdir. 90-ı belə yazıram. Bütün hamısını da yazıram ki, bölürəm 1-ə, çıxıram 5. Buradan nə alındı məndən? Burada məndən alındı. Burada 90, 90-dan 5 çıxdıqda qalır 85. N bərabərdir 5. N-in başlanğıc qiyməti 5-dir. 5-in üstə 5 gəldi ki 10. K da bərabərdir. 1-in üstünə 2 gəldi ki 3. Gəlirəm. Deyirəm 85 böyükdürmü 0-dan? Deyirəm, hə. Gəlirəm yenə n bərabərdir. N nəyə bərabər edir? 85-ə. 85 qoşa çubuqla bölürəm nəyə? K-ya, yəni 3-ə. Düzdür? 85-i 85 bölü 3 bu eləyir 28. Mənə onsuz da tam hissə lazımdır. Çıxaq. N-im nədir? 10. N-im 10-dur. Buradan 28 çıx 10. Buradan qaldı 18. Özüm belə yazıram ki, gözümdən qaçan nüanslar olmasın. Buradan qaldı 15. K da bərabər oldu. 3-ün üstünə 2 gəldikdə elədi 5.
Sonra gəlirəm. M-im nədir? 18. 18 böyükdürmü sıfırdan? Deyirəm, hə. M bərabərdir 18 qoşa çubuq 5 çıxaq 15. Buradan böldükdə burada tam hissə 3, 3 çıxaq 15, buradan alınır 12. N də bərabər olur 20-yə, K da bərabər olur 7-yə. Sonra gəlib nə deyirəm buradan? Deyirəm ki, -12 böyükdürmü sıfırdan? Deyirəm, yox. Və gəlirəm sərbəst dəyişənim olan K-ya. K deyirəm ki, bərabərdir. K bərabərdir. Nəyə? N-in üstünə M-i gələk. 20-nin üstündən 12 gəldikdə, yəni çıxaq 12, buradan qalır 8. Düzdür? Burada 3, 5, K, birin üstünə 2, 3, 3-ün üstünə 2, 5, 5-in üstünə 2, buradan elədi 7. Sonra deyirəm ki, M nədir? M-in qiyməti dedik -12 üstə gələk. N neçədir? N-im mənim 20. Üstə gələk K-ya. K da ən sonuncu 8. Buradan götürəndə buradan qaldı 8. 8-in üstünə 8 gəldikdə bu elədi 16. Bəli, bəli. Diqqətsizlik səhv etməməkdən ötürü. Yəni bunu eləyirəm. Sonra gəlirik 81-ci suala. 81-ci sualda deyir ki, Python dilində yazılmış proqram A dəyişəninin hansı ən kiçik natural qiymətində bir ədədi çap edilər. Hər kəsin başa düşməsi üçün birinci baxmalıyam mənim N-im nədir? Ümumilikdə dövrüm nə qədərdir? Deyirəm ki, tutaq ki, arxadan qabağa doğru gələrəmsə, demirik ki, ən sonda N-im 1 almışdır. Düzdürmü? Onda bax, N-i taparamsa, 1000 qoşa çubuq 10 bölür 100. Bir addım. Sonra deyirəm 100 qoşa çubuq 10 bölədi 10. Sonra 10 qoşa çubuq 10, bu delədi 1. Deməli, mənim dövrüm neçə dəfədir? 3 dəfə. 3 dəfə deməli, A-dan nə çıxmalıyam? Deməli, 3 dəfə mənim, bax, 3-cüdə biri alır. Düzdür, 3-cü dövrümdə. Deməli, A çıx 12 vuraq 2 kiçik bərabərdir. Çünki dövrünə düşüb biri götürməlidir. Nəyə? 240-a. Burada da A çıxaq 24 çıx 240. Buradan da A böyük bərabərdir. Nəyə? 264-ə. Böyük və bərabərdir deyəndə nəyi götürürəm? Y bəndini, yəni 264-ü götürə bilərəm. Sonra gəldik 82-ci suala. 82-ci sualda nə istəyir məndən? Deyir ki, baxırıq, deyir, A mənim 3 dəfə. A baxıram, başlanğıcım sıfırdandır, bir artıbsa, deməli, mənim dövrüm 3 dəfədir. Klaviaturadan deyir, X dəyişəni üçün hansı ən kiçik natural ədəd? Deməli, cavablarıma da baxıram, aydın məsələdir ki, mənim cavablarım hamısı 3 rəqəmlidir. Deməli, B-im isə 7-dir. B nə işi görür? Baxın, sıfırdan. Deməli, mənim daxil etdiyimin rəqəmlərinin cəmi 7-yə bərabər olmalıdır. İndi cavabda baxırıq. Baxıram, bu da 7-dir, bu da 7-dir, bu da 7-dir, bu da. İndi mənə deyir, ən kiçik natural ədəd deyirsə, cavabda ən kiçik neçədir? Bunların içərisində 106. O da oldu nə? A bəndi. İndi gəlirəm 83-cü suala. Buradan götürəm bunu. Buradan nə istəyir məndən? 83-cü sualda. 83-cü sualda deyir ki, mətn redaktorunda 3 sütun və 5 sətirdən ibarət cədval var. Deməli, 3
belə deyirəm, bir dəqiqə. Sütun 3 dənəyim. Sətri isə 5 dənədir. Düzdür? Deyir, hər sütundan sonra 2 yeni sütun. Deməli 3 dənə var burada. Hər bir dənədən 2 dənəsidirsə, deməli nə olur burada? Üstə gəlirəm, 3-ü vururam, 2 eləyir 6. Burada oldu 9 sütun. Deyir, hər sətirdən sonra 3 yeni sətir. Baxdı 5 sətrim var. Üstə gəlirəm. 5-i 3-ə vuranda neçə eləyir? 15. Burada elədi nə? 20. 20 ilə biz nə dedik? Xanada ümumiyyətcə cədvəldə sətr və sütunları xananı tapan zaman mənə də xananı istəyir. Xananı tapan zaman nə edirdik? Sətri sütuna vururduq. 20-ni vururam 9-a, bu eləyir 180. Bir də deyir, daha sonra bütün cədvəl seçilərək, bax bu 180 hamısı seçilir, Ctrl-C əmrindən istifadə edilir və cədvəldən sonra növbəti sətirdə. Bir dəfə deyir, Ctrl-V əmri basılırsa, bütün xanaların ümumi sayı nə olar? Deməli, 180-dən neçə dənədir? Bir də gəlməlidir üstünə. Yəni, vur 2-yə, bu deyir 360. Doğru cavab 360. Sonra gəlirəm. 84 və açıqlara. 84-cü suala baxaq. Deyir ki, database sözü ingilis əlifbasında. İngilis əlifbasında ümumiyyətcə nə qədər simvol var? 26 simvol. Əsasən soldan sağa doğru, yəni soldan sağa doğru x sayda simvol sürüşdürülübsə, sürüşdürmə üsulu ilə şifrələndi. Daha sonra alınmış şifrin özü də soldan sağa doğru y sayda simvol sürüşdürmə üsulu ilə yenidən şifrələndi. Nəticədə ilk söz, yəni database sözü əldə edildi. Buna əsasən x və y cəminin minimal qiymətini tapın. İndi buna əsasən x və y cəminin minimal qiymətini. Məlum məsələdir. Mən D-dən maksimum hara qədər eləyə bilərəm? Deyirəm ki, tutaq ki, 25-ə qədər. Çünki ingilis əlifbasında maksimum 26 hərf var. Düzdürmü? 20 D-nin özü deyirik ki, bir hərfdir. D-dən sonra uzayı 25-dir. Bir də mən o 25-ci hərfdən D-yə qayıdan zaman, yəni bir də bax qayıdıram. Düzdür? Bax D-dən. Tutaq ki, baxın 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 22, 23, 24, 25. Düzdür? Deməli, bəs yaxşı, C-dən mən D-yə getməkdən ötürü nə eləməliyəm? 1 eləməliyəm. Deməli, y-mi də 1. Çünki deyir, soldan sağa bax, hamısında. Bunların da cəmi mənə nə verir? 26. Sonra dedik, 85-ci suala baxalım. 85-ci sualda nə deyir mənə? Deyir, girişə 4 ədəd daxil edilərsə, alqoritm fraqmentinin yerinə yetirilməsi nəticəsində alınan qiyməti hesablayın. Yəni, mən nəyi verib? Girişə 4-dür. Gəlib deyirəm ki, 4 böyük bərabərdir 1-dən. Deyirəm, hə. S bərabərdir 1-i 4-ə vurduqda edir 4. N də bərabərdir 3-ü 4-ə vurduqda nə eləyir? Deyirik 12. Gəlib deyirəm, 12 böyük bərabərdir 4-dən. Deyirəm, hə. S-im olur 12-ni 4-ə vurduqda 48, N-im olur 3-ü 12-yə vurduqda 36. Deyirəm, o 36 böyük bərabərdir 48-dən. Deyirəm, yox. Yox deyirəm, ha, sonra gedirəm bura. Deyirəm, onda K bərabərdir 48 çıxaq 36, o da nə eləyir? 12. Sonra deyirik, 8/7 onluq ədədini 16-lıq say sistemində təsvir etdikdə. Bu 8/7 neçə deməkdir? 2/3/7 deməkdir. Düzdür, aydındır. Buradan gəlirəm. Yəni, mən 16-lıq say sisteminə necə gələ bilərəm? Onluqdan ya ədədi bölə-bölə gələ bilirəm, yəni onluq ədədi istənilən nə dedik? İstənilən say sisteminə keçirən zaman bölə-bölə gedirik. Və yaxud qüvvət şəklindədirsə, hər bir kompüterdə 16-lıq ədəd 4 bit yer tutmur, 4 bit deyirik. Deməli, verilən ədədi ikilik say sisteminə gəlməliyəm, yəni 2/21. Aydındır? Bölürəm nəyə? 2/4-ə. 4-4 ayırmalıyam bu bitləri.
Burada nə eləyir? 5, 2 üstü 20, 2-lər olduğu kimi qalır. Deyirik ki, 2 üstü neçə? Deyirəm ki, 1 qaldı. Bu da 2, arxasında qismətdəki ədəd saydı da 5 yaza bilərəm. Bu da neçə rəqəmli ədəd etdi? 6 rəqəmli ədəd edir. 6 rəqəmli ədəd. Sonra 87-ci sualımıza da bir dənə baxalım. İndi gəlirəm. Dənəsini götürmədim. Burada nə deyir? Deyirəm ki, gəlib bax bununla eləsəm, istəyir A, yəni 15 dırnağın içərisində üstə gələk. Nə dedik? Deyirəm, üstə gəlirəm. Deyirəm ki, B-ni vururam, yəni 20-ni vururam 2-yə. Deməli, biri ədədi sətrə vurduqda nə ayırır? Sətr ədəd sayda təkrarlanır. 20, bu olur 15, 20, 20. Eyni sətrin içərisində. 15, 20, 20. Sonra gəlirəm buna baxıram. Deyirəm int A, yəni 13 vuraq, int B, yəni 3, üstə gələk 15. Bu neçə eləyir? Bu eləyir 39-un üstünə 15 gəldikdə, səhv etmirəmsə 54. Sonra gəlirik buna baxıram. Deyirəm ki, istəyir A, yəni dırnaqda 13, vuraq int C-yə, yəni 4-ə, üstə də gəlirəm. Nəyi? Dırnaqda 15-ə. Burada onda 4 dənə 13 təkrarlanır. 13, 13, 13, 13, 1, 2, 3 və 4. Üstünə də bir dənə 15-i gəlirəm. Oldu, bax bu. Bu da nə oldu? Səhv etmirəmsə, bu olur A bəndi. Bu oldu 15, 20, 20. Bu oldu B bəndi, üzrlü sayın. B bəndi. Digəri isə A, B, C. Yəqin ki, bu da C bəndidir. Uyğunlaşdırdıqda. Sonra gəldik nəyə? 88-ci suala. 88-ci sualda nə deyir? Deyir, blok sxem. Deyir, daxil edilmiş n sayda sıfırdan fərqli tam ədədlərdən müxtəlif işarəli müsbət və mənfi olanlarının sayı eyni olarsa, müsbətlə mənfilərinin sayı eyni olarsa, 1, əks halda isə 0 çap edən alqoritmi blok sxemini qurun. İndi gəlin. Mənə nə deyir? Deyir, daxil edilən n sayda. Düzdür. Bunu verdim. Bir də nə mənimsətməliyəm? Müsbətləri, baxın, müs bərabərdir 0, mən bərabərdir 0. Yəni, müsbət və mənfiləri sayaq. Çünki sayları bərabər olarsa. Sonra gəlib deyirəm ki, nə qədər ki, n böyükdür 0-dan, düzdür, dedim, hə. Hə deyən zaman, buradan neynirəm? Gəlib deyirəm ki, bir dənə bax, n sayda sıfırdan fərqli tam ədəd, yəni ixtiyarı. Bir dənə bura nə verirəm? Deyirəm ki, x. Sonra gəlib deyirəm ki, x-i indi yoxlamalıyam da, müsbətdirmi, mənfidirmi? X böyükdür sıfırdan, müsbət mənfiliyini bu cür yoxlayırıq. Deyirik, hə. Hə deyiriksə, deməli nədir? Müsbət. Deməli, müsbətin üstünə bərabərdir, müstə gələk 1. Yox dedikdə isə gəlirəm bura, mən bərabərdir, mən üstə gələk 1. Sonra buradan birgə hara gedirəm? Bura gedirəm və mən n-imi bir vahid artırıram. N bərabərdir. Yox, n çıx 1. N çıxaq 1. Ki, azalda getdi. Sonra gəlirəm, sonra bitəndən sonra nə edirəm? Gəlib deyirəm ki, əgər müs bərabərdirsə mənfiyə, hə deyirəm, o zaman deyirəm 1-i çap elə, dırnaqda. Yox deyirəmsə, nəyi çap elə? 0-ı çap et. Buradan da nə çıxdı? Son. Bu da oldu bu şəkildə. Sonra gəlirik nəyə? 89-cu sual. 89-cu sualda Python-u açıb, Python üzərində istəyərəm işləyim. Deyirəm, gəldik bura, new files bölümünə girdim. Deyir ki, mənə
Burada. Deyir klaviaturadan daxil edilmiş 3 rəqəmli tam ədədin bir dəqiqə. Klaviaturadan daxil edilmiş 3 rəqəmli tam ədədin modulunun rəqəmlərinin kubları cəmi ilə rəqəmlərinin kvadratları cəminin fərqini çap edən proqramı Python dilində yazın. Burada deyirəm n bərabərdir int input. Və gəlib deyirəm ki, n modul deyir axı. O zaman deyirəm n bərabərdir abs n-ə. Yəni absolut n-ə. Sonra deyirəm ki, kub bərabərdir 0, kvadrat bərabərdir 0-a. Və gəlib deyirəm for in str n düşürəm növbəti sətrə. Deyirəm kub bərabərdir kub üstəgələk int inin kubu alta düşürəm. Deyirəm kvadrat bərabərdir kv üstəgələk int inin kvadratı və yekunda məndən nə istəyir? Deyirəm ki, print nə kub çıx kv. Bu şəkildə yazanda klaviaturadan daxil edilmiş 3 rəqəmli tam ədədin modullarını. İndi bir dənə 3 rəqəmli, onsuz da 3 rəqəmli veririk. 3 rəqəmli modullarını. Bir balaca bir rəqəm verək. 123. Belə bir şey. Burada kıvımızda nəsə problem var deyəsən. Bəli, buradan Python interpretator olduğu üçün gəlirik. Buradan 123, 22, bax götürüb eləsək, həqiqətən də görək eyni şeydirmi? 1-in kubu üstəgələk 2-nin kubu üstəgələk 3-ün kubu. Bu eləyir 1 plus 8 plus 27. Burada eləyir 9, bu eləyir 36. 1 kvadrat üstəgələk 2 üstə 2 plus 3 üstə 2. Bu eləyir 1 plus 4 plus 6. Bu eləyir 11. 6 yox, 9 üzrü say. Bu eləyir 14. 36 çıx 14, bəli, elədi 22. Doğrudur. Deməli, ödəndi. Sonra gəldik nəyə? Sonra növbətiyə. Bayaq buradan qeyd etmişdim, özüm üçün sızma qara eləmişdim. Gəlin bir dənə buradan yazıram. Deyirəm ki, nə deyirəm? Deyir, məndən buradan vaxtımıza qənaət eləsin, yəni. Çox güman ki, düzdür, proqramda ödəməmişəm, yazmamışam. Amma çox güman ki, düzdür, ödəyər. Çünki vaxt üçün deyirəm. Buradan istəmirəm gedəm. Aha, deyir ki, əgər deyir elektronika mağazasında ilk 6 ay ərzində satılan printerlərin sayı klaviaturadan aylar üzrə daxil edilir. Baxın, mən buradan daxil etdim. Ay bərabərdir. İndi burada siyahı şəklində daxil etdim. Bax, yanvar, fevral, burada mart, aprel, may, iyun. Bunları da hər biri dırnaq içərisində olmalıdır. Yəni Y-da, F-da, M-da, A-da, yəni indi mən baş hərflərini sadəcə daxil etdim. Sonra gəlirik, bir dənə sonra boş siyahı verdim. Sonra nə deyir? Sonra deyir ki, əgər cari il ərzində burada əgər cari il ərzində hər hansı ayda olan satış qiymətləri özündən əvvəlki və özündən sonraki aydan yüksəkdirsə, birinci və sonuncu ay istisna olmaqla belə aylar uğurlu aylar hesab olunur. Yəni özündən əvvəl və özündən sonra da 2-dən böyükdürsə uğurlu ay hesab olunur.
və həmin ayda edilən satış miqdarı çap edilsin. Əgər uğurlu ay yoxdursa, uğurlu ay yoxdur deyə çap olunsun. İndi mən nə eləmişəm? Mən yazmışam ki, burada baxın, yenə deyirəm, bax burada bir dənə diqqətli olmaq lazımdır. Bax bunların hər biri nə olmalıdır? Bu şəkildə və arada vergül şəklində belə olmalıdır. Sonra burada mən nəyi vermişəm? Buradan boş siyahını ona görə vermişəm ki, baxın, buradan daxil ediləcək bax bu elementləri burada S-də append eləsin. Yəni bu appenddir. Int input, yəni birinci 26 dənə deyil. Baxın 2, 4, 6 aylarımızda 6-dır axı. Sonra k bərabərdir 0-ı vermişəm. For yota in range 1-dən 5-ə qədər. Niyə 1-dən 5-ə qədər götürmüşəm? Çünki deyir birinci və sonuncu ayı daxil olmasın. Yəni burada olur. İndeks deyəndə 0, 1, 2, 3, 4, 5. Düzdür, 1-dən 5-ə qədər, yəni 1-dən başlayır, yəni bu 4-də dayanacaq. Range sonu götürmür. Sonra gəlib deyirəm ki, əgər S yota çıx 1, yəni 0-cı element nədir? Bax burada 20. Mənə indi belə deyim də S-ə uyğun olaraq. Bax elə bil bu S-imdədir. Dəqiqə zəhmət olmasa. Aha, biraz qalın yazaq. 20, 30, 25, 30, 40 və 35. Düzdür. İndi gəlirəm 0, 1, 2, 3, 4, 5 indeksdədir. Deyirəm ki, 0-dan yotam 1-dir. 1-dən 1 çıxdıqda elədi S0. S0-cı indeksim elementim nədir? 20. 20 kiçikdirmi 30-dan? S yota 1-dir. Yəni yotanın 1 qiymətində düşür aşağı. 30-dur. 30-dan 30 da böyükdürmü 25-dən? Yota 1 plus, yəni birin üstə 1 gələndə ikinci. Desirəm, hə, o zaman k artır. Və eyni zamanda artırıb sonra da həmin ayı çap eləyirəm ki, hansı aydır? Fevral 30. Qoşa nöqtəni dırnaqla qoyuram və qiymətini S yotanı dırnağın içərisində ədəd. Bu şəkildə. Sonra gəlib deyirəm ki, k bərabərdirmi 0-a? Deməli, əgər k saymasa 0-dadır, deməli uğurlu ayımız yoxdur, o çapa verir. Bu qədər. Ümidvaram ki, mən sizə nə isə başa sala bildim. Çox sağ olun.